Üzünüzü təqdim edin. Mən Qurbanov Qüdrət İlqaroğlu, Naxçıvan Muxtar Respublikasının sakini. Bildirmək istəyirəm ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın başlatdığı torpaqlarımızın düşməndən azad olunma əməliyyatlarında, Füzuli rayonunun düşməndən azad olunması, Xocavənd rayonunun düşməndən azad olunması əməliyyatlarında və tapşırıqlarında xüsusi təyinatlı mənsubu kimi iştirak etmiş və bir sıra xəsarətlər almışam və dövlət müəssisələrində, xəstəxanalarında müalicələrə cəlb olmuşam. Və daha sonra müalicələrim davam olmuşdur və səhhətimdə heç bir irəliləyiş olmamışdır. Bildirmək istəyirəm ki, Xocavənd rayonunun düşməndən azad olunması əməliyyat və döyüş tapşırıqlarını yerinə yetirərkən partlayış travması nəticəsində belimdən, başımdan qapalı kəllə beyin travması almışam. Belimdən küt travma almışam və Ağsu rayon xəstəxanasında, Füzuli rayon mərkəzi xəstəxanasında, Göygöl rayon mərkəzi xəstəxanasında müalicələr almağıma baxmayaraq səhhətimdə irəliləyiş olmamışdır. Daha sonra hərbi hospitalına müraciət eləmişəm, şəhadətnamələrim əlimdə var. Müxtəlif dediyim sözlərin hamısı öz əksini epikrizlərdə, dövlət müəssisələrinin mənə verdiyi sənədlərdə hamısı tapmışdır. Ancaq səhhətimdə heç bir irəliləyiş olmamışdır. Və səhhətimdə irəliləyiş olmadığı üçün, sosial vəziyyətim yaxşı olmadığı üçün müraciət etmişəm. Naxçıvan Muxtar Respublikasının Sosial Müdafiə Nazirliyinin tabeçiliyindəki Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət eləmişəm. Forma 88 tərtib olunmuşdur. Komissiyalardan keçmişəm. F7, F62 diaqnozları professorlar, həkimlər tərəfindən Azərbaycan Respublikasının müxtəlif tibb ocaqları tərəfindən mənə diaqnozlar qoyulmuş, müayinələr olmuş, professorlar tərəfindən diaqnoz qoyulmuş. Halbuki 3 dənə ekspert 2 dəqiqə məni sözlə danışdıraraq, 2 dəqiqə sual verərək mən əsassız yerə imtina vermiş ki, diaqnoz öz səsliğini tapmır. Nə əsasla tapmır? Mənim yaxınlarım, ailə üzvlərim, həmən o imtinanı, həmən məndə olan o səhhətimdə olan xəstəliyi, sənədləri, epikrizləri hüquqşünaslar tərəfindən müzakirə etmiş, xahiş etmiş ki, araşdırsın, həqiqətən bu adam 50 düşürsə, nə səbəbinə bu adam 50 verilmir və hüquqşünaslar tərəfindən araşdırılmış ki, qanun üzrə Azərbaycan Respublikasının gözəl qanunları var. Qanuna görə mənə 50 strategiyası düşür. Ancaq ki, şəxsi prinsip, şəxsi ədavətə görə mənim bugünkü gündə 50-yim təsdiqlənmir. Səbəb nə göstərilir ki, sizə əlillik təsdiq olunmur? Səbəb o göstərir ki, diaqnoz təsdiqini tapmır. Mən bilmək istəyirəm, diaqnoz təsdiqini tapmaq üçün nə etmək lazımdır? Mənim xəstəliyim başımdadır, belimdədir. Adiyyəti olan bütün sənədlərim olmasına baxmayaraq, əsassız yerə 2 dəqiqə mən aylardır mütəxəssislər tərəfindən diaqnozlar alıram. Stasionar, ambulator müalicələr almışam və bunun nəticəsində mənə epikrizlər vermişlər ki, bu adamda xəstəlik budur. Ancaq 2 dəqiqə ərzində sən bütün qurumların verdiyi sənədləri hesab sayaraq diaqnoz təsdiqini tapır deyə mənə imtina verirsən. Hansı səbəblə? Mən bildirmək istəyirəm, bundan sonra adiyyəti olaraq Naxçıvanda bütün güc strukturlarına, Sosial Müdafiə Nazirliyinə müraciət eləmişim, mənim sənədim yenidən araşdırılsın, mənim səhhətim araşdırılsın. Məndə axı bir həkim verməyib, 2 həkim verməyib, mənə Fransa həkimi verməyib. Azərbaycan Respublikasının tabe olan prezidentin təyin etdiyi dövlət qurumlarının baş həkimləri məni müayinə, müalicə etdikdən sonra mənə bu sənədlər veriblər. Nə əsasında haqsızlıq olub, mənim hüquq normalarım kobud şəkildə pozulmuşdur, mənim diaqnozlarım göz ardına alınmışdır. Xahiş edirəm cənab prezidentimizdən, Ali Baş Komandamızdan, mən arxayınam ki, bu məsələ öz təsdiqini tapacaq. Çünki cənab prezidentimizə öz çıxışlarında demiştir ki, təyin etdiyim qurum başçıları təyin edilmir ki, kimlərinsə qanın içsin, kimlərinsə cana yıxsın. Təyin edilir ki, vətəndaşlara kömək olsun. Amma bu gün də bir xüsusi təyinat mənsubu olaraq öz timsalında bütün xüsusi təyinatlara, veteranlara haqsızlıq olunur. Nəyə görə? Bizim səsimizə baxılmır, bizim şikayətlərimizə baxılmır. Hara gedirik, o qurum özünün üstündən atır, bu qurum öz üstündən atır. Nəyə görə? Xahiş edirəm ki, Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının, dövlətin verdiyi maaşı halal balalarını aparan insanlardan ki, mənim məsələm araşdırılsın və mənim istoriyama yenidən baxılsın, mənim əllim yenidən qiymətləndirilsin. Burada kimdən görüşmək istəyərdiniz? Mən əlbəttə aidiyyəti olan, məni qəbul edən, mənim işimi aparan bütün şəxslərdən, Sosial Müdafiə Naziri ilə görüşmək istəyərdim. Çox istəyərdim ki, cənab prezidentimlə görüşüm. Çünki biz onun əsgəri olmuşuq, onun tapşırıqlarını yerinə yetirmişik. Necə ki, cənab prezident deyir ki, döyüşlər zamanı görürsünüz, Azərbaycan Respublikasında bir dənə Ferrari belə olmamışdır. Və bildirmək istəyirəm ki, buna cavab olaraq ki, bəli,
bütün xüsusiyyətli, bütün döyüşdə iştirak edən şəxslər öz canlarını, öz mənafələrini, vəsi borçları naminə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğruna gedən döyüşlərə görə canını heçə saymışdır. Ancaq bugünkü gündə bu boyda əziyyət çəkməyimizə rağmen, canımızla əlləşməyimizə baxmayaraq bizim vəziyyətimizə baxılmır aidiyyəti qurumlar. Kiminsə hansı quruma dövlət təyin edirsə, hamısına aid deyil. O orada nə edir? Özünü fikirləşir. Qardaş, bizim dərdimizi kim baxmalıdır? Mən məktub aidiyyəti bütün qurumları dəfələrdən ünvanlamışam. Dəfələrlə aidiyyəti qurumların qəbuluna müraciət eləmişim ki, mənim işimə baxılsın. Qanun çərçivəsində baxılsın. Mən sənə yalvarmıram ki, mənə verginən. Qanunla düşürsə verginən. Haqqımı verginən. Mən canımla keçməyə, dünyada ən şirin şey candır. O canı da vətənə fəda eləməyə hazır olmuşam və eləmişəm. Şəhidlik məqamı qismət olmasa belə mənə, yarıcan olmuşam. Bu xəsarətlər ki var, mənə qanun cəhətdən əllik düşürsə, sən mənim səbrimlə, sən mənim psixoloji vəziyyətimlə, sən mənim həyatımda niyə oynayırsan? Naxçıvan, mənim şikayətim Naxçıvan Sosial Müdafiə Nazirinin tabiçiliyindəki ekspertiza mərkəzindədir. Orada Ramin müəllim var, Rafael müəllim var. Mən bildirmək istəyirəm ki, burada, yenə də deyirəm, elə savadlı deyiləm. Sadəcə demək istəyirəm ki, əgər mən bugünkü gündə hüquqşünasamsa, hansısa bir mühafizə orqanı, hansısa bir statiyası olmayan bir orqan hüquqşünasdan artıq bilə bilməz. Mənim xəstəliyim psixi xəstəlikdir, mənim xəstəliyim başımda olan ağrılardır, mənim xəstəliyim ruhən olan ağrılardır, xəstəliyim belimdə ağrılardır. Hansısa bir nevropatoloqun, hansısa bir adiyyəti olmayan həkimin 2 dəqiqəlik mən müzakirə, 2 dəqiqəlik sorğu sualına mən bu diaqnozlarımı heç gələ bilməz. Mən həyatımdan həyatımı necə deyim? Siz veteranlıq statusu almışsınız. Veteranlıq statusum var, bəli. Qanun cəhətdən 3-cü qrup 50'li də statiyam düşür, düşməsinə baxmayaraq mənə 50'mi baxılmır. Bugünkü gündə mənim qardaşım, mən özümə xəsarət yetirmişəm dəfələrcə. Çünki bezirəm, həm olan haqsızlıqlar məni bezdirir, həm özümdə olan psixoloji gərginlik, ailə vəziyyətim mən bu həyatdan bezdirir. Mənim qardaşım adiyyəti üzrə müraciətlər də eləmişdir. Ailə adiyyəti üzrə dəfələrcə müraciət eləmişdir. Qardaşım sağ olsun, 2 övladım var, gətirmişdi burada müalicə alın. Mənim elə imkanım da yoxdur. Ayda 80 manatdan başqa heç bir müavinətim, heç bir ailəmi gəlirim yoxdur. Ailədə neçə nəfərsiniz? Ailədə 2 övladım var, həyat yoldaşımdır. Özüməm, evim, eşiyim yoxdur. Yenə də deyirəm, mən dövlətdən var, dövlət, heç bir şey istəmirəm. Sadəcə mən istəyirəm, mənə qanun cəhətdən düşürsə, mənim əlliyimi versin, düşmürsə, mən 8-9 müxtəlif Azərbaycan Respublikası qurumların həkimləri, psixiatrları, dövlət xəstəxanaları mənə rəy vermiş ki, bu adam xəstədir, bu adam psixolojik vəziyyəti var, sağlamlıq vəziyyəti var, sülh vaxtı dövlətə hərbiyə yararsız olaraq çıxardıblar və sağlamlıq kağızı heç bir qurum mənə vermir ki, mən gedim xidmətimi davam elətdirəm. Heç bir yerdə də işləyə bilmirəm. Əgər mən, yenə də deyirəm, öz canımı bu dövlətə fəda eləmişəmsə, xahiş eləyirəm ki, yenə də deyirəm, umudum dövlət prezidentinədir, xanım Mehriban Əliyevadır. Aidiyyəti olan şəxslər xahiş edirəm, səsimə səs versin və həm hüquq normalarım bərpa olunsun, aidiyyəti üzrə tapşırıqlar verilsin. Bu qaziləri, veteranları, əsasən də xüsusiyyət mənsublarını. Mənə yaraşmaz ki, durum burada başımı orada çırpım, durum orada ağlayım, durum özümü çırpım yerə. Qanunumuz var, Azərbaycan Respublikasının gözəl qanunu var. Bu qanunlara icra eləsinlər. Bunu bilirəm ki, prezidentimizin xəbəri yoxdur. Çünki dəfələrlə də cənab prezidentimiz sosial şəbəkədə deyir ki, siqnal verin mənə. Adiyyəti şəxslər şəxsi mənafeyini, dövlət mənafeyindən üstün sayaraq demirlər, adiyyəti üzrə məlumat vermirlər. Biz elə bilirik ki, dövlətin başı yoxdur, dövlət başlandı. Halbuki xırda məmurlar öz biznesini qurur və yaxud da ki, çatdırmırlar. Bu necə olur? Qanun cəhətdə mənə düşdüyü halda öz haqqımı tələb edirəm. Mən başqa heç nə istəmirəm. Demirəm mənə ev ver, demirəm mənə maşın ver, milyon ver. Vəzifə borcumu yerinə yetirmişəm, bəli. Canımı heçə saymışam. Qardaş, mən vəzifə borcumu yerinə yetirmişəm sənə. Səndən tələbim odur ki, Naxçıvan Sosial Müdafiə Naziri, tabiçiliyində qurumlar, Naxçıvanın aidiyyəti bütün qurumlarından da müraciət eləmişəm. Siz də vəzifə borcunuzu yerinə yetirin. Əgər bu adama düşürsə, niyə görə sizin mənə kömək eləmirsən? Nəyə görə bu qazilər, bu veteranlar küçələrdə qalmalıdır?